Kimlərin yoldaşları başqa qadınlarla danışır, yazışır, layklar qoyur və s. fərqi yoxdur. Yəni bir sözlə xəyanət edir. Hamınız yığışın ekranın başına, çünki bugünkü video sizin üçün olacaq və çox güman ki, bu videonun sonunda siz bu sualların çözümü tapacaqsınız. Nə edim, necə edim ki, kişi mənə hörmət qoysun, məni itirməkdən qorxsun və bütün bu məsələlər aradan qalxsın. Suallar hər zaman fərqli gəlir, amma nəticə bir dənədir. Yəni fərqi yoxdur, kişi danışır ya görüşür. Məndən soruşurlar, danışmaq xəyanətdirmi, like qoymaq xəyanətdirmi, görüşmək xəyanətdirmi, öpüşmək xəyanətdirmi və s. Qızlar, xəyanət hər kəs üçün bu fərqli bir anlayışdır. Kiminsə üçün xəyanət bu sevgidir. Kiminsə üçün xəyanət bu başqa qadınla əlaqədir. Kiminsə üçün xəyanət bu başqa qadınlarla yazışmalardır. Kiminsə üçün xəyanət bu adi baxış belə xəyanət. Hər bir qadın özü üçün bunu hiss etməlidir. Mən özümdən sizə misal gətirə bilərəm. Mənim üçün əsaslı bir səbəb bu, əgər mən hiss etsəm ki, kişi başqa qadınla artıq münasibət qurur. Yəni hiss olunur ki, o orada münasibət qurur. Bu həqiqətən də mənim üçün çox əsaslı bir məsələdir. Mən xəyanət, bilmirəm, görüşmək kimi tapsam ya nəsə, bu əlbəttə ki, böyük bir faciə olacaq, amma orada əgər o istəsə, o necəsə bu situasiyanı mənimlə həll edə bilər, əgər yol tapsam. Amma əgər mən görsəm ki, artıq orada münasibət var, artıq orada hansısa daha dərin bağlar var, bu mənim üçün bitdi. Bu konkret olaraq bitdi. Yəni sən orada, mən təsəvvür edə bilmirəm, o nə etməlidir, necə etməlidir ki, mənimlə bu məsələni çözsün. Bu mənim üçündür. Var qadınlar, kimlərə adi o baxışı tutur və artıq onun üçün baxış bu xəyanətdir. Mənim üçün başqasına baxış bu mənə qarşı hörmətsizlikdir. Yəni sən mənimlə birlikdəsən, başqa qadına maraq siqnallarını göndərirsən, yəni məni onun qabağında alçaldırsan. Burada bəli, böyük bir skandal çıxa bilər. Amma ona görə yox ki, mən qısqandım ya da ki, sən mənə xəyanət etsin. Yox, çünki sən mənə burada alçaldırsan. Yəni mənim üçün bu eyni şey, əgər sən məni cəmaatın içində söysən ya da ki, döysən, bu eyni səviyyədədir. Yenə də bu mənim üçün, sizin üçün bu fərqli ola bilər. Bu nə pisdir, nə yaxşıdır. Bu sadəcə sizin üçün belədir. Düşünməyin ki, hansısa bu standartlar var və hamı bu standartlara uyğun sonra getməlidir. Çünki qızlar məndən soruşur, oy görüşmür, amma seksdən danışır mesajlarda. Bu xəyanətdir yoxsa yox? Əzizim, mən bilmirəm. Mən bilmirəm. Bu xəyanət yoxsa yox. Sənin üçün əgər bu xəyanətdirsə, deməli xəyanətdir. Əgər xəyanət deyilsə, buyurun, bəlkə sən də otur, onunla birlikdə yazış. Bəlkə sən də kimlərlənsə yazışa bilərsən. Mən bilmirəm, sizin ailənizdə necədir, sizin münasibətinizdə necədir. Mən belə bir şeyi görsəm, mən deyərəm ki, bas bayıra, get harada danışırsan, danış. Yəni, buradan sən nə istəyirsən. Yəni, burada bilirsiniz, məsələ o yazışmaq da deyil, niyə görə sən bunu edirsən? Məsələ bundadır. Çünki əgər sən mənimlə oynamaq istəyirsən və məni cırnadırsan və s. Mən cırnanan qadınlardan deyiləm əvvəldən. Və var qadınlar, hansılar belə kibrit kimi bir anda alovlanırlar və kişilər bundan emosiya alırlar və onlara xoşdur. Bu birisi sanki oyun, tapacaq, tapmayacaq. Hə, tapdı, vəsə, burada dava qırğın, emosiyalar aşır-daşır, qırışdıq, bəlkə də tam ona birini ilişdirdim, söyüşdük, sonra, bilmirəm, barışmaq lazımdır. Və bilirsiniz, sanki insanlar xaosla qidalanır, ümumilikdə.
Haosdan qidalanır, bir dəfə sən tapdın, sonra o yenidən gizlədir və o bilirsiniz, an harda tapacaq, tapmayacaq, tutacaq, tutmayacaq. Yaxşı gizlətdim yoxsa birdən indi tam telefon yanına keçdi. Birdən indi nəsə götür. Bilirsiniz, bu və bunu deyə bilərəm ki, çox insanda var. Bu jım-jımın içində yaşamaq sevgisi. Onlar deyə bilərlər ki, oy, mən istəyirəm sakitçilik olsun, rahatçılıq olsun, məni bezdirmirsən və s. Amma onlar özləri elə situasiyalar yaradırlar ki, həmin bu jım-jım olsun. Həmin bu haos yaransın. Və yenə də cırnanmayan qadınlar, əgər bu videoya baxırsa, kim bu məsələləri daha qırğın elədim, sonra o mənlə barışsın, mənə yalvarsın, hə, yaxşı, mən bağışladım və s. Bilirsiniz, sanki bu oyuna girməyən qadınlar burada yaza bilərlər. Onlar çox güman ki, bu tip kişilərə də maraqlı olmayacaqlar. Yəni, mənim öz münasibətlərimdə dəfələrlə olubdum. Dəfələrlə, yəni hər birində bir dəfə. Hər birində bir dəfə. Tutmuşam hansısa ya mesajlar, ya da ki, hansısa tam birinə tam gül göndərmək. Sonra tam yenə nələrisə görmüşəm, tapmışam və o hər dəfəsində mənim üçün bu stop idi. Niyə görə? Çünki mənimlə belə olmaz. Sən burada o oyunları, mənə maraqlı deyil oyunlar. Mənə maraqlı deyil. Amma var qadınlar kimlərə maraqlıdır və onların yanında elə kişilər olacaq. Kimlər oyunlar, intriqalar, ay qızlarla orada danışdım, mesajlaşdım, nəsə. Yəni onların kişiləri bu haos enerji ilə qidalanırlar. Yəni mənim yanımda, mən demirəm ki, hansısa mükəmməl bir insanlardır, onların başqa problemləri olacaq. Bu qadınlarda ən çox bu tip problemlər, hansısa həynət, hansısa başqa qızlar, hansısa başqa, nə bilim, nələrsə, üçüncü şəxslər, kimlərdəsə qızlar, kimlərdəsə mama. Mama, həmin o qadın, üçüncü qadın. Və qızlar, əgər sən artıq baxırsan bu videoya və tapırsan burada özünü və sual yaranır ki, bəs mən nə edim ki, o məni itirməkdən qorxsun həqiqətən də və bunu etməsin. Birincisi, əgər bu sual ağlında yaranırsa, deməli, sən bilirsən ki, o səni itirməyəcək. Yəni, o özü də bilir ki, o səni itirməyəcək. Fərqli səbəblərə görə. Ay, gedəsi yerim yoxdur. Sən özün yumuşaq xarakterlisən. Yəni, yumuşaqsın. Bəlkə də xarakter olaraq sən coşub qaynayırsan ya da ki, daha qırğınlar çıxardırsan və s. Amma yumuşaq o mənada, yəni sənin o dedim, elədim yoxdur. Çünki yəqin ki, bizdə bu çox vaxtı, nə vaxtı ailənin təsiri var, ay hara gedəcəksən, ay orada uşaqlar da var, oyunu xəyanət eləyir, əsas döymür, söymür, pul gətirir. Bilirsiniz, bu məsələlər olanda orada artıq kişi özü də bilir ki, sən bir yerə getməyəcəksən ya da ki, əgər sən artıq onu bir neçə dəfə qorxustun, getdin mamangilə, sonra qayıtdın, sonra təzdən getdin, qayıtdın, indi qayıtdın, əgər o səni çağırdı, gəldi, yalvardı, bu başqa məsələdir. Amma əgər sən özün qayıtmalı oldun, burada aydındır ki, o hər bir şeyi artıq sınadı. Yadımıza salaq, uşaq vaxtı nə vaxt bizə deyirdilər, indi səni döyəcəm. Və bizi döyəndən sonra o uşaqlar kimlər döyülürdü, onlar daha çox sırtıqlaşırdı. Niyə görə? Çünki onlar artıq bilirlər bu nədir. Artıq sən onu bununla qorxuda bilmərsən. O artıq o qədər şapalaq yeyib, artıq o qədər döyülüb. Sən onu bununla qorxuda bilmərsən. Bitti. Sənin
o gücün əlində yoxdur. Və çox vaxtı analar itirir o gücü, amma kişidə qalır. Çünki kişi çox vaxtı o qədər də uşaqlara qarşı, yəni onlara kifayətdir bir baxış, bir söz, ifso. Uşaq bildi ki, dayanmaq lazımdır. Buna görə də hər dəfəsində demək ki, ay mən gedəcəm, ay mən nəsə edəcəm, kişilər çox yaxşı bilir hansı qadınlar gedir. Və onlar o qələti yesə də, yəni o bir dəfə ola bilər. Yəni ömründə bəlkə 2-3 dəfə ola bilər. Yəni допустим, bir dəfə oldu, illər keçdi, yəni onun gözü qorxdu. Və sonra nə vaxtsa bəlkə yenə təkrarlana bilər. Yəni söhbət getmir ki, o bir dəfə qorxdu və yox. Amma o bilir ki, bu qadın gedəcək. Və bu tip qadınların, bu kişilərin gözündə çox böyük bir dəyəri var. O kişilər kimlər? Bugün bundan... Yəni söhbət getmir ki, sən dəyərsizsən. Söhbət ondan gedir ki, o heç kimə dəyər vermir. Yəni onun üçün burada yüngül, hansısa münasibət, yüngüllük var onun təbiətində. Və ona hər dəfəsində demək, ay gedəcəm, ay nə bilim, neyəcəm, o bilir ki, sən getməyəcəksən. O bilir ki, sən gelib qayıdacaqsın. O bilir ki, sən boşanmayacaqsın. Amma nə etmək olar ki, heç olmazsa necəsə öz hörmətini saxlayasan və bəlkə necəsə ona təsir edəsən. Bu emosional ayrılıq. Emosional ayrılıq nə deməkdir? Yəni, mən hələ də sənin həyat yoldaşınam, bəli, mən bu evdəyəm, bəli, mən uşaqların anasıyam. Amma emosional olaraq sən artıq mənim üçün heç bir məna daşımırsan. Sizi nə vaxtsa əgər ignor eləyiblərsə, siz təsdiq edə bilərsiniz, burada da yazın, əgər var idisə belə təcrübə, ya da ki, siz əgər ignor edirsiniz insanları, var dava olanda, dava çıxardan insanlar dalaşırlar, yazışırlar, danışırlar və s. Nəsə, bəlkə də bir-birini söyürlər. Və var insanlar kimlər başlayır ignor etməyə. Və əgər siz nə vaxtsa ignorla üzləşmişsinizsə, siz qəbul edə bilərsiniz ki, dalaşmaq, qırışmaq, söyüşmək daha sanki daha asandır, nədir ki, ignora dözmək. Çünki nə qədər ki, bizdə dialog varsa, nə qədər ki, nəsə, deməli, hələ də bizim aramızda hansısa bağ var. Nə vaxt ignor yaranır, sən bilmirsən nə baş verir, sən bilmirsən o insan orada nə qərara gəlir, orada nə edir, sən bilmirsən necə ona yaxınlaşarsan, yəni bu səni daha çox məhv edir. Nədir ki, əgər o səndən söyüşür, qırışır və bilmirəm, siz nəsə çalışırsınız, dil tapmaq ya da ki, əksinə bir-birinizi söyürsünüz. Yəni, biri var, siz hələ də nəsə deyirsiniz, biri də var, susmaq və ignora dözmək çox və çox çətindir. Bunu da özünüzə götürün bir istifadə üçün. Əgər istəyirsiniz doğrudan da kiməsə təsir etmək ya da ki, doğrudan da insana həddini bildirmək, o da sonsuz qədər əvəzinə ignor edin, sadəcə mənə vaxt lazımdır. Ya da ki, heç onu da demirsiniz və yoxa çıxırsınız. Bu, ən çətin buna dözməkdir. Və burada da emosiyalar yoxdur. Sən buradasan, bunu istəyirsən, onu istəyirsən. Yəni, arvadlıq etməyə davam edirsən, amma emosional olaraq sən onun üçün yoxsan. Bilirəm ki, kiminsə üçün bu çətin olacaq, amma bəlkə də kiməsə bu dəqiqə bu köməklik edəcək. Və kişi orada, əsas da o kişilər ki, haus sevir, onlara əsas bu yazışma da deyil, onlara əsas həmin o haus enerjisi,
O kız oradan, bu kız buradan, arvadım buradan. Her şey şaşımda. Bilirsiniz o azart, o intriga. O da onu maraqlandıran. Ve birden-birə sen söndün. Sənə artıq maraqlı deyil, həqiqətən maraqlı deyil. Sen bilirsən ki, yəni sen busan. Sen busan. Sen özünə hörmət etmirsən, sen və gətirdiyin həyat yoldaşına hörmət etmirsən, sən öz uşaqlarının anasına hörmət etmirsən, yəni sən busan. Bəli, həyat belə gətirdi ki, mən gedə bilmirəm, sənin yanında qalmalıyam. Okey, mən qalaram. Qalaram, uşaqlarıma baxaram, yəni yeməyimi, içməyimi gətirirsən. Yəni bir növ istifadəçi gözü ilə baxsan, çünkü burada o da kim, oy ben seviyorum vesaire. Yani ona göre qalıram ya da ki uşaqlara göre qalıram. Çox vaxtı o sevirəm və uşaqlara göre qalıram altında yatır, mənim gedəsi yerim yoxdur. Mən heç kiməm və heç nəyəm. Mən bu həyatda heç bir şeyə nail olmamışam və burada qalmalıyam. Qəbul et, okey, qalmalısın. İndi sənin taleyin belədir. Herkes businesswoman olmamalıdır, herkes ne bileyim coach olmamalıdır, herkes blogger olmamalıdır. Şimdi senin hayatın budur. Ya sen da ay bu как это называется? Sözlerim yadımdan çıxır. Adaletsizlikdir, ay mən belə pis haldayam, ya nəsə. Sənin həyatın belə gətirdi. Artık sen buradasan, artık sen bunu yaşayırsan ve burada ne edebilirsin. Buna eğer fokuslansan hayatın o kadar asanlaşar. Ve emosyonal olarak ben senin için yoxam. Yani emosyonal ignor. Ben heç kimi çağırmıram. Həqiqətən də həyat yoldaşını ignor etmək ya da ki ona forslanmaq ya nəsə. Bu da o enerjilərdəndir. Mən yenə emosiya verirəm. Mənfi ya müsbət fərqi yoxdur. Və bilirəm ki, yəni bu hərəkətlərə görə bir çox xanımlar şiddətlə üzləşə bilər ya da ki, başqa bir nəyəsə məruz qala bilər. Heç bir halda söhbət bundan getmir. Söhbət gedir nə vaxt? Artıq sən məni emosional olaraq itirdin. Və burada iki senari başlayacaq. Ya getdikcə bu kişinin de marağı ölecek, o bütün bu bilirsiniz haosa karşı. Çünkü o görecek ki уже всегда o emosiyalar yoktu. O wow efekti yoktu. O jım efekti yoktu. Все. Ya da ki o sadece öz işine devam edecek. Var üçüncü variant. O narsistler bunu eləyir. Ne vaxt o başlayacaq sizi günahlandırmaq, sanki səndə bəlkə kimsə var, ya da ki nəsə var. Niyə görə? Çünki o axı tələb eləyir o dozanı ki, sən orada kimlə danışdın, nə yazdın, и вот это вот qırğın. Çünki qırğın ona o sübutdur ki, sən onu sevirsən. Burada sən emosional yoxsan və o hər bir yolla çalışacaq sənin içindən o emosiyaları çıxartmağa. Burada уже nə qədər, yəni bilirsiniz, kim kimi, nə qədər sən dözümlüsən. Əgər sən desən ki, bu sənin həyatındır, mən qəbul etmişəm, yazışırsan, yazış, danışırsan, danış, istəyirsən bir ikisini bura gətir. Mən nə edə bilərəm? Mən danışdım, vuruşdum səninlə, bilmirəm, necəsə dil tapmağa çalışdım, alınmadı. Mən nə edə bilərəm? Və ya sadəcə ok. Burada bəzən bilirsiniz, biraz drama yaratmaq olar. Arada sən qışqırırsan, yəni ona o emosiyanı verirsən, amma əslində onu sanki sən teatrdasan, bilirsən ki, səndən indi bu emosiya tələb olunur. Sən ona bunu verirsən, amma əslində daxildə onu yaşamırsan. Çünki narsistlər onlar prosto insanı soğururlar.
Вот tak kızlar. Yani emosyonal ignor. Qəbul etdim. Öz akıbətimi qəbul etdim. Okey, bu mənim taleyim belə gətirdi. Ну вот все. Sənin həyatın sənin həyatındır, mənim də həyatım burada. Mən uşaqlarla öz həyatımı davam edirəm. Sizə tövsiyə edirəm çoxlu hansısa tam yəni inkişafa özünüzü yönəltmək, tam kitablar oxumaq, bəlkə hansısa videoları, maarifləndirici videoları dinləmək, bu sizə emosional olaraq köməklik edəcək bu dönəmi keçmək. Meditasiyalar etməyə sizə tövsiyə edirəm. Məndə burada kanalda var, ya da ki özünüz tapın. Bunlar hamısı sizə köməklik edəcək. Вот так. Dava etməyə, nə bilim, revolyusiya etməyə heç kəsə məsləhət görmürəm. Kimlər dahildə bilir ki, məndə o güc var, kimlər bilir ki, məndə o potensial var, kim hiss eləyir ki, yəni mənim həyatım bu kişisiz daha yaxşı olacaq, onlar özləri bilirlər necə və nə etmək lazımdır. Amma əksəriyyət bu vəziyyətdə deyil, поэтому uyğunlaşın olduğunuz vəziyyətə. Bu bir və ikincisi sadəcə o vəziyyətin içində özünüz üçün ən belə rahat bir tərs seçin. Suallarınızı çox böyük məmnuniyyətlə qəbul edəcəm. Əgər rəylər də burada yazsa, siz necə bunu yaşamısınız, bəlkə necəsə çıxmısınız bu dönəmlərdən. Çox xoş olar, bəlkə lazım olarsa yeni bir video yazarım bu haqda. Hələlik.